Deməli, bu oldu mənfi sinus kubu alfa. Çıxılsın sinus kubu alfa olduğu kimi saxlayırıq onun yerində. Sinusları olduğu kimi saxlayırıq. Harada kosinus görürüksə yerinə mənfi sinus alfa yazırıq. Bölünsün sinus kubu alfa. Çıxılsın 2 sinus kvadratı alfa. Bunlar olduğu kimi saxlayıram. Bir dənə burada vurulsun kosinus alfa var. Onun yerinə mənfi sinus alfa yazıram. Yaxşı. Bəli. Bərabərdir. İndi mənfi sinus kubu alfadan sinus kubu alfa çıxanda nə baş verir, nə qalır yuxarıda? Mənfi sinus 1 qalır da. Yox, mənfi 2 eləyir də. Mənfi 1-dən 1 çıxanda neçə eləyir? Mənfi 2 eləmir. Hı, Düzdür. bəli. Burada da elə bilir ki, bunların qarşısında mənfi 1 var. Mənfi 1 sinus kubu alfa çıxılsın 1 sinus kubu alfa. Eləyir mənfi 2 sinus kubu alfa. Aydın oldu bu. Bəli. Bölünsün sinus kubu alfa yenə olduğu kimi qalır. Burada bax 2 sinus kvadratı alfa vurulsun mənfi sinus alfa var. Ona görə bu çıxma olur üstə gəlmə. Niyə görə? Bu mənfi qabaqdakı mənfini eləyir müsbət. Ona görə olur üstə gəlinsin. 2 sinus kvadratı alfa vurulsun sinus alfa eləyir 2 sinus kubu alfa. Bu da gəldi kuba. Bərabərdir. Yuxarıda mənfi 2 sinus kubu alfa. Aşağıda da sinus kubu alfa üstə gəlsin 2 sinus kubu alfa. Neçə sinus kubu alfa olur o? Neçə eləyir? Sinus kubu alfa üstə gəlsin 2 sinus kubu alfa. 2 sinus kubu alfa kvadratı. Sinus Yox. kubu kvadratı alfa. Bax, sinus kubu alfa üstə gəl 2 sinus kubu alfa. Nəyə bərabərdir? Həmin 3 sinus kubu. A solda, hə, niyə özü karıxdırırsan? 3 dənə eləyir. Deməli, bölünsün 3 sinus kubu alfa. Və salam, sinus kubları ixtisar gedir, qalır mənfi 3-də 2. Y variantı. Sən nə yazmışsan buna? B. B. 3. Yox, 3 dənə. 3 ümumiyyətlə yaxın gəlməyəcək. Deməli, növbəti sual 28-ci sualdır. Deyəsən 28-29 da var deyəsən. Hayır, ikisini də gətirin. Amma biraz belə eləyək. Hə. İndi 29 da var idi da səndə. 29 da səhvdir. 28 də. Hə. Hə, indi sənə deyir ki, kotangens alfa bərabərdir mənfi 2. Dərhal bunu əsas trigonometri enliklərdən istifadə eləməklə çeviririk. Kotangens nəyə bərabər idi? Kosinus bölünsün sinus alfa. Bəli, kosinus alfa bölünsün sinus alfa. Bərabərdir mənfi 2. Buradan kosinus alfanı tapacaq olsaq, kosinus alfa bərabərdir mənfi 2 sinus alfa. Mənfi 2 sinus alfa. Bunu bildik artıq. Kosinus alfa bərabər mənfi 2 sinus alfa və bizə deyir ki, sinus alfanı tapın və burada bir dənə də qeyd verib ki, alfa bucağı neçənci rübdədir? Neçənci rübün bucağıdır alfa bucağı bu qeydə görə? Dördüncü. Bəli, 270 ilə 360-ın arasındadır. 2-də 3 pi ilə 2 pinin arasında 4-cü rüb düşür.
Demək ki, 4-cü rübdürsə, 4-cü rübd bizdən özü sinüs alfanı soruşur. 4-cü rübddə sinüs müsbətli mənfidir. Sinüs mənfi. Ayısı, deməli B, Y, C olmaz ümumiyyətlə. Bu 3 dənə variant getdi. Qalır 2 dənə variantımız. O 2 dənə variantı da digər trigonometri eynilikdən istifadə edərək tapırıq. Hansı trigonometri eynilikdən istifadə edəcəyindir? Bax, buraca gəlmişik. Kosinüs alfa bərabərdir mənfi 2 sinüs alfa. Yerdə qalanı necə tapa bilərik? Bax, bundan. Sinüs kvadratı alfa üstə gəlsin. Kosinüs kvadratı alfa bərabərdir 1-ə. Ilə bərabər. Biz indi kosinüsü sinüslə əvəzləyəcəyik. Kosinüsün yerinə yazacağıq mənfi 2 sinüs alfa. Sinüs kvadratı alfanın olduğu kimi saxlayıram. Kosinüsün yerinə yazıram mənfi 2 sinüs alfa. Bunun da kvadratı bərabərdir 1-ə. Sinüs kvadratı alfa üstə gəlsin mənfi 2 sinüsün alfanın kvadratı eləyir 4 sinüs kvadratı alfa. Sinüs kvadratı alfa bərabərdir 1-ə. İndi sinüs kvadratı alfanın üstünə 4 sinüs kvadratı alfa gələndə neçə sinüs kvadratı alfa eləyir? 5 sinüs kvadratı alfa. Ayısı, 5 sinüs kvadratı alfa bərabərdir 1-ə. Sinüs kvadratı alfa bərabərdir 5-də 1-ə. Bizdən sinüs alfanı soruşur. Kvadratdan azad eləsək bunu, olur sinüs alfa bərabərdir kök altında 5-də 1. Cavab. İndi bir dənə burada, bunun axı 2 dənə kökü var. Müsbət mənfi kökdə 5, kök altında 5-də 1. Amma biz mənfini götürəcəyik. Niyə görə? 4-cü rübün bucağı olduğuna görə. Cavab olacaq A variantı. Yaxşı. Deməli, aydın oldu da bu sual. Bilməm. Ümumiyyətlə sənə tangensi, kotangensi falan verirsə, bu tərəfdə də ya sinus ya da kosinüsün tapılmasını istəyirsə, sən burada 2 dənə trigonometri eynilikdən istifadə edirsən. Kotangensi ifadə edirsən sinusla, kosinusla. Oradan bir-birindən əvəzləyirsən. Sonra gəlirsən o sinus kvadratı alfa plus kosinus kvadratı alfa bərabər 1 eyniliyindən istifadə edirsən. O çox yarayır yəni bizim işimizə. İndi 29-cu suala baxaq. Bir çıxılsın kosinus kvadratı alfa vurulsun tangens kvadratı alfa plus 1 çıxılsın tangens kvadratı alfa bərabərdir. Neyə bilərik? Bir diqqətlə baxaq. Deməli, tangensi vuraq mötərizənin içinə. Olur tangens kvadratı alfa çıxılsın tangens kvadratı alfa vurulsun kosinus kvadratı alfa üstə gəlsin 1 çıxılsın tangens kvadratı alfa bərabərdir. Bax, burada bir dənə tangens kvadratı alfa var. Burada bir dənə mənfi tangens kvadratı alfa var. Bunlar gedə bilər, düzdür? Gedə bilər də bunlar. İslah olunur da bunlar, düzdür? İslah olundu bunlar, düzdürmü Zamik? Yerdə nə qalır? Yerdə qalır 1 çıxılsın tangens kvadratı alfa vurulsun kosinus kvadratı alfa. İndi mən tangensin yerinə sinus kvadratı alfa bölünsün kosinus kvadratı alfa yaza bilərəm də. Trigonometri eyniliklərə əsasən. Vurulsun kosinus kvadratı alfa. Yəni bu. Kosinus kvadratı alfalar ixtisar getdi. Yerdə qaldı 1 minus sinus kvadratı alfa. Baxıram ki, cavabda belə bir şey yoxdur. Deməli, mən 1-in də yerinə yenə həmin o sinus kvadratı alfa üstə gəlsin kosinus kvadratı alfa yazacağım və çıxılsın sinus kvadratı alfa yazacağım. Sinus kvadratı alfalar islah olunur. Yerdə qalır kosinus kvadratı alfa. Cavab Y variantı. Sən nə yazmışsan? A yazmışsan. Aydın oldu sual. Yəni,
Belə diqqətli olmaq lazımdır. Biraz qarma-qarışıq görsənsə də, görsən axırı hara gəlib, necə sadə bir şey alınır, çıxır, hara gəlir, çıxır. Növbəti sual. Nədir bu? 40. 40'dır deyəsən növbəti sual. Aha. Funksiyasının qiymətlər çoxluğunu tapın. Görsən necə qiymətlər çoxluğuna bağlı sualdır bu. Deməli, y bərabərdir sinus x vurulsun kosinus x çıxılsın 2'də 1. Sənə atdığım PDF-də qiymətlər çoxluqları ilə də bağlı burada var. Sinus x vurulsun kosinus x'in qiymətlər çoxluğu mənfi 2'də 1, müsbət 2'də 1 aralığındadır. Düzdür? İndi gəlirik bu suala. Bərabərdir. Bax, bunun qiymətlər çoxluğu mənfi 2'də 1, mənfi 2'də 1, müsbət 2'də 1 aralığıdır. Və çıxırsan 2'də 1'i. Qiymətlər çoxluğunun hər bir bax, amplitudasından bu 2'də 1'i çıxırsan. Mənfi 2'də 1'dən 2'də 1 çıxan neçə qalır? Müsbət 2'də 1. Yox. 4. Deməli olur. Belə olur da. Elə bir ki, mənfini çıxarırsan qabağa. 2'də 1 üstə gəlsin 2'də 1 olur. Olur 1. 2'də 1 üstə gəlsin 1. Alınır 2. Yəni sürət 2'də 2'yə bölünür. Mənfi 1 alınır bu. Aydındır. Bəli. Deməli, yazırsan mənfi 1. İkidə 1'dən 2'də 1 çıxan neçə qalır? İkidə 1'dən 2'də 1 çıxan nə qalar? 0. Vəssalam 0. Sənin cavabın bax budur. A variantı. Deməli 40 sən yazmışsan B. Bunları öyrənmək lazımdır ya. Bax bunları. Deməli, sinus x vurulsun kosinus x'in qiymətlər çoxluğu mənfi 2'də 1, müsbət 2'də 1 aralığıdır. Onların modulunun qiymətlər çoxluğu isə 0-2'də 1 aralığıdır. Yəni, həmin hasilin modulunun qiymətlər çoxluğu isə 0-2'də 1 aralığıdır. Və bir də bunların kvadratının, bu hasilin kvadratı, yəni kvadratları hasilinin qiymətlər çoxluğu var, o da 0-4'də 1'dir. Bu 3 dənə getdi. Bu şəkildə yadda saxlayırsan. Yəni. Bir də qalır sinus 4 plus kosinus 4x. Bunların qiymətlər çoxluğu 2'də 1, 1 aralıqdır. Yuxarıdakıları da ki bilmək olur. Sinus x-in, kosinus x-in qiymətlər çoxluğu zaten bu məlum məsələdir. Mənfi 1-lə müsbət 1 aralığıdır. Amma bunların modullarının qiymətlər çoxluğu 0-1, kvadratların da qiymətlər çoxluğu 0-1 aralığıdır. Vəssalam, burada çətin bir şey qalmır. Sonra nə qalmışdı bizdə? 40, 47, 48, 49. 47, 48, 49. Qiymətlər çoxluğu.